Parabolada tutaq ki, verilmiş olsun tənliyimiz belə. X və Y. X-a 1 verəndə Y neçə alır? Biz nəyi qurmaq istəyirik? Məsəl üçün, düz mütənasiblik parabol qururuq, düzdür? Düsturu nədədir? Nədir? K düstur. Y bərabərdir KX. Düz mütənasibliyin düsturudur. İndi bax, düstur budur. Verilmiş düsturumuz budur. Başqa əlavə düstur verilməyib bizə. İndi bunlarda hamısını yerinə qoyacaq, yazacaq. İndi bu sadəsindən başlayırıq. Məsələn, X-a 1 vermirsən. X-a 1 verəndə Y neçə olur? 1. Düzdür? X-a 2 verəndə Y neçə olur? 2. X-a 3 verəndə Y 3. 4 verəndə 4 olur. Düzdür? İndi bunu quraq qrafikdə. Bax, X-in biri Y-in biridir. Qurdum. Nöqtəsini qoydum. X-in ikisi Y-in ikisidir. Qoydum. 3'ü bunun da 3'üdür. Qurdum. Bunun 4'ü, bunun da 4'üdür. Qurdum. Bax, təyin oblastında. Bax, bu xətt hardan keçdi? Koordinat başlanğıcından keçir, nöqtələri birləşdirir. Bu necə bir qrafikdir? Düz mütənasibliyin qrafikidir. Düz mütənasibliyin düsturu Y bərabərdə KX-dir. Qrafik isə düz xəttdir. Aydın oldu. Bir də var tərs mütənasiblik. Qiymət qoyub yerinə qoymaq budur. Belə olur. Bir də var tərs mütənasibliyin düsturu. Tərs mütənasibliyin düsturu isə Y bərabərdir K bölü X-dir. Bu tərs mütənasibliyin düsturudur. Məsələn, X, Y. X-a 1 verirəm. Y neçə olur? X-a 1 verəndə Y. 3. Mənfi 1. Yox. Y bərabərdir K böl 1. Məxrəcində 1 var. Çarpaz vururam. K-nın qiyməti neçə olur? 1Y. Düzdür? Y-də 1 olacaq. Başa düşdün? Yəni, bu tərs mütənasibliyin düsturudur. Y bərabərdir K vur X-da. K vur X. Düzdür? Bölü X tərs mütənasibliyin əmsalı olacaqdır. K hər hansısa mütənasiblik əmsalıdır. Əmsaldır, rəqəmdir. Sərbəst bir rəqəmdir. Necə kvadrat tənlikdə C sərbəst rəqəm idi? Burada da K sərbəst bir rəqəmdir. İndi gəldik çıxdıq kvadrat tənliyin qrafik üsulu ilə həllinə. Bax. Kitabımızda nə deyir? Deyir ki, kvadrat tənlik hansı formada olur? X kvadratı plus Px plus Q bərabərdir 0. Bax, bu cür tənlik kvadrat tənliyi adlanır. Sən kvadrat tənliyi qrafik üsuluna gətirmək üçün X kvadratını tapmalısan. Ki, orada X kvadratı nəyə bərabərdir? Buradan X kvadratı nəyə bərabərdir? Elə bir, hər şeyi X kvadratından başqa hər şeyi keçirsən sıfırın yerinə. Mənfili şəkildə. Olur mənfi Px çıx Q. Düzdür? Bundan sonra kvadrat tənlikdə X-a qiymət verib Y-in necə almaq məsələsi var. Y bilirsən nədir? Y X kvadratına bərabərdir. Bax, bu tərəf Y-in qiymətidir. Aydındır? Yəni, Y X kvadratının əmsalına bərabər olacaqdır. Bax, kitaba bax. Burada nə deyir sənə? Məsələn, deyir ki, 3x kvadratı üstə gəl 12x üstə gəl 2. Düzdür? Bax, bu ifadə nəyə bərabərdir? Y-ə. Başa düşdün? Bu ifadə Y-ə bərabərdirsə, bunun özü də kvadrat tənlikdir də, düzdürmü? Bu da sən sadəcə buradan x kvadratını tapmısan. Onda bu ifadənin özü nəyə bərabər olacaq? Bax, bu sağ tərəf. Y-ə. Aydın oldu? Ona görə x-a qiymət verəndə Y-in cavabını tapmış olursan. Necə misal üstündə işləyək bunları? Məsələn, veribdir ki, x kvadratı üstə gəl 2x çıx 3 bərabərdir 0. Burada nə etməliyəm ilk dəfə? X kvadratını tapırsan. X kvadratını tapanda nə yazıram? 3 çıx 2x yazıram. Düzdür? İndi nə edirəm? Qiymət verirəm. Bayaq nə dedim mən sənə? Y nəyə bərabərdir? X kvadratını.
Yuxarıda nə yazıram? X. Elə bir bu X-in alacağı qiymətlərdir. Bu da Y-in ala biləcəyi qiymətlərdir. İndi yazıram. X-a tutaq ki 0 verirəm. Y neçə olar? 0. X-a 1 verirəm. Y neçə olar? 1. X-a 2 verirəm. Y neçə olar? 4. X-a 3 verirəm. Y neçə olar? 9. Bəsdir bu qədər. Qurmaqda var axı bunu. İndi gəlirəm. Bu X-a qiymət verəndə X kvadratının qiyməti nəyə bərabər olduğunu tapmışam. Bu başqa funksiyadır. İndi başqa funksiyanı tapıram. Qiymətlər funksiyasını tapacağam. İndi X-a qiymət verəndə Y-in cavabı nə olacaq? 3-2x. Düzdür? İndi X-a verirəm 0. Y neçə olacaq? Yox. 0. Yox. X-a 0 vermişəm. Y neçə alır? 3. Gözəlim, bax, bir dənə diqqətlə bura. Bunu başa düş. Ay, sağ ol. Bax, bu X-dır. Y-in də qiyməti 3-2x-dır. Elə bir X-a 0 verəndə bunun yerinə 0 qoymuş olursan. 0-ı 2-yə vurdun 0. 3-dən də 0 çıxanda 3. Y 3 aldı. İndi X-a verirəm 1. Y neçə alar? 1. 1 alar. Çünki 2-ni 1-ə vurursan 2. 3-dən də 2 çıxırsan 1. X-a verirsən 2. Y neçə alar? -1. Bəli, -1. Artıq mənfilərə doğru getdi. Tamam, burada saxlayıram. İndi quracağam qrafikini. İndi cavabını bir dənə burada kənarda qeyd eləyək. Unutmayaq. X-a vermişəm. Hə, elə burada verilibdir da, unutmayacağıq. İndi bunu silirəm. Getdik. İndi qrafik qururam. Bir dənə qrafik çəkirəm. Dediklərimi burada quracağam. İndi nə demişəm? Əvvəlcə gəl bu funksiyanın qrafikini düzünü parabolanı qururuq da. Elə bir ki, parabolanın y bərabərdir x kvadratının funksiyası paraboladır. Paraboladır. Y bərabərdir 3-2x-in isə funksiyası düz xətt funksiyasıdır. Düz xətt olacaq. Biri belə olacaq, biri parabolik olacaq. Parabolik olan, bax bu x kvadratın əmsalıdır. Düz olan, bax 2 dəfə yerinə qoyub yazdığımızdır. Tamam. 2 qrafik qurursan. Bir qrafik də 2 dənə şey qurursan. İndi çəkirəm. İndi bax. X-a vermişdi neçə? 0. Y neçə alıbdı? 0. Hər ikisinin 0 nöqtəsi buradır. Buranı qaraladım möhkəm. Getdik. Sonra X-a neçə vermişəm? Müsbət 1. Y neçə alıb? Müsbət 1. Gəldim. X-in müsbət 1-i, Y-in müsbət 1-idir. Gəldim, buranı işarələmişəm. Sonra X-a 2 verəndə bu 4 alıbdı. X-in 2-si, bunun 2, 3, 4-üdür. Gəldim. Buradan nöqtəsini qoydum. Sonra X-a 3 verəndə bu 9 alıbdı. X-in 3-ü, bunun 9-udur. Tutaq ki, 9 da burada qeyd olunubdur. X-in 3-ü, bunun 9-udur. Gəldim, buradan qeyd etdim. Bu nə oldu? Koordinat başlanğıcından keçən düz xətt. Düzdür? Vəsiyo. Bunu qurmuşam. Necəsim digərini qurmağa. Eyni qrafik üzərində quracam. İndi. Oy senin. İndi. İndi bax, həmin şeylərin x kvadratlarını veribdir. Hansı ki, parabolikdir bu. Biz bunu tapmışıq sadəcə. Düzdür? İndi gəlib bunu tapacam. İndi bunu yerinə qoyanda elə bir. X-a neçə veribdir bu? 1 verəndə bu -1 alır. X-a 2 verəndə bu qayıdıb -2-sini alır. 3 verəndə qayıdıb -3-ünü alır. Hansı ki, biz bax burada yerinə qoyanda gördün 0, 1, sonra -1, -2, -3 alınacaqdır. Bir dəfə müsbətlər alınır, bir dəfə mənfiləri alınır. İndi bax. Bax. İndi X-a 1 verəndə Y neçə alacaq? Paraboladır. -1. Düzdür? X-a 2 verəndə Y neçə alacaq? -2. 3 verəndə nə alacaq? -3. Bunları birləşdirəndə bu gəlib parabolik olacaqmı? Olacaq. Neçə funksiya oldu? 2 dənə. Düz xəttin funksiyası, parabolanın funksiyası. Yerinə qoyub yazmaq aydın oldu. Əsas şərtimiz nədir? X kvadratını tapmaq. Yaxşımı? Məsələn, x kvadrat üstəgəl 6, üstəgəl x bərabər 0. Nə edəcəksən? Birinci x kvadratını tapırıq. Yazırıq ki, -6 çıx x-dir. Sonra 2 dəfə yerinə qoyuram. 2 dəfə. Yaxşı? Öyrətdiyim kimi. Biri bu cür, bir də bu cür. Aydın oldu.